Qəlbin kövrə eşkin solmaz bahar, gülər üzlü qara gözlü anam. Hara getsəm gözüm mənə baxar, əziz anam, şirin sözlü anam. Qəlbin kövrə eşkin solmaz bahar, gülər üzlü qara gözlü anam. Hara getsəm gözün mənə baxar, ana səsin laylalar gəzər, doğma səsin ömrü günü bəzər. Lay lay dedin ana, lay lay dedin mənə, həyat verdin mənə əziz ana. Laylan hələ yaşar, laylan illər aşar, güneş kimi yana yana ana. Ana səsin aydın səhər olar, ana qəlbin keşik çəkər bizə, yolun üstə uzaq səfər olar, yuşular nurdan düşən gözə. Səsin aydın səhər olar, ana qəlbin keşik çəkər bizə, yolun üstə uzaq səfər olar, yuşular nurdan düşən gözə. Lay lay dedin ana, lay lay dedin mənə, həyat verdin mənə əziz ana. Laylan hələ yaşar, laylan illər aşar, güneş kimi yana yana ana. Respublikanın əməkdar artisti Anar Şuşalı. Anar bəy, təşəkkür edirəm. Minnətdaram. Buyurun, keçin, əyləşin. Bugün həkim-səhəm verilişinin xüsusi buraxılışıdır. Bilirsiniz, 28 aprel xüsusi bir gün yaşanır Respublikada. Azərbaycanın oftalmoloqu, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunan xüsusi buraxılışa baxırsınız. Xoş gördük hər birinizi. Mən təşəkkür edirəm hər kəsə.
Oftalmoloq professor Rasim Hacıyev studiyamızdadır. Hat Medisin Klinikasında fəaliyyət göstərir. Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzi və Hat Medisin Klinikasının cərrah oftalmoloq həkimi, tibb üzrə fəlsəfə doktoru Nərminə Hacıyeva da studiyamızdadır. Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinin cərrah oftalmoloq həkimi professor Bağırov Nizami də studiyamızdadır. Xoş gördüm Nizami doktor sizi də. Minnətdaram hər kəsə gəldiyinizə görə. Unudulmaz alim, mehriban ana, qayğıkeş insan haqqında çox istəyərdim ki, xoş təəssüratlarınızı bugünkü gündə paylaşasınız. Buyurun, sizə eşitmək istəyərdim. Xoş gördük. Bugün həqiqətən əlamətdar bir gündür. 28 aprel Zərifə xanım Əliyevanın anadan olmasından artıq 101 il ötür və onu da qeyd etmək istəyərdim ki, hər il bizim mərkəzdə Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində Zərifə xanımın əziz xatirəsinə beynəlxalq elmi konfrans keçirilir oftalmologiyanın aktual problemləri mövzusunda. Və bu konfransda təkcə Azərbaycan oftalmoloqları deyil, hətta xaricdən də bir çox mütəxəssislər, həkimlər, oftalmoloqlar gəlirlər, iştirak edirlər. Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edirlər və oftalmologiyada ən yeni, ən son nailiyyətləri ilə, öz məruzələri ilə paylaşırlar, çıxış edirlər. Və hər il bu konfrans Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovun təşəbbüsü ilə keçirilir. Deməli, bu günləri mən ilk dəfədir Zərifə xanım haqqında danışıram. Həmişə atam Rasim Hacıyev, yəni o xanım barədə, Zərifə xanım barədə mənə danışmışdı. Ümumiyyətlə, bu gün nədən danışmaq istəyərdim? Bilirsiniz, bizim ailəmizdə, yəni atam tərəfdən həmişə belə o bizi öyrədib ki, biz ulu nənələrimizi, ulu babalarımızı çox yaxşı tanımalıyıq. Yəni onların fəaliyyəti barədə, onların bütün həyatları barədə geniş məlumatımız olmalıdır. Həm ana tərəfdən, həm ata tərəfdən. Çünki milli adətlərimizdən biri və önəmlisi həqiqətən böyüklərimizə hörmət etməkdir. Və məni də, yəni belə bizi də belə tərbiyə ediblər ki, böyüklərimizə çox xüsusi bir hörmət edək, onlardan ibrət götürək, onların əməyinə dəyər verək və biz onlara layiq olmalıyıq və bunu bilirsiniz, bu bizə güc-qüvvət verir ki, biz daha da çox özlərimizdə inkişaf edək, işləyək, çalışaq, qabağa gedək, irəlidə həmişə olaq və əslində oftalmologiya sahəsində də həmçinin, yəni biz öz böyük alimlərimizi tanımalıyıq. Tanınmış həkimlərin təcrübəsinə dəyər verib onu mənimsəməliyik və onların qoyduğu mirası daha da müasir mərhələlər çatdırmaq, inkişaf etdirmək bizim başlıca borcumuzdur. Mən bunu daha çox Azərbaycanın yeni nəslinə demək istəyərdim, yəni gənc nəsilə səslənmək istəyərdim ki, Zərifə xanım barədə çox belə ətraflı həyatı barədə, elmi fəaliyyəti barədə məlumatları olsun həmişə. Ona görə hər il xatırlayırıq, məlumatlandırırıq. Əslində Azərbaycanın bir çox tanınmış həkimləri olub, tanınmış alimləri olub, amma ən tanınmış həkimlərdən, oftalmoloqlardan biri və ölməz alim, həkim, akademik məhz Zərifə xanım Əliyeva idi. Və dediyim kimi, yəni cavanlar üçün daha çox bu məlumatı verirəm. Zərifə xanım Əliyeva dediyiniz kimi Azərbaycanın əməkdar elm xadimi idi, tibb elmləri doktoru idi, Azərbaycan Elmlər Akademiyasının akademiki idi. O 1923-cü ildə 28 aprel tarixində Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdu və 1942-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdu. Daha sonra 1947-ci ildə həmin Tibb Universiteti institutu müvəffəqiyyətlə bitirmişdi. Deməli, daha çox saylı ixtisaslaşma kursları keçmişdi Moskva şəhərində və qaydanda Bakıya, bilirsiniz, bu hardasa ötən əsrin 70-ci illəri idi, onun həkimlik peşəsi başlamışdı və əslində o illərdə Azərbaycanda deməli göz xəstəlikləri üzrə müalicə bir qədər başqa sahələr ilə müqayisədə geridə qalırdı.
Və məhz Zərifə xanım Əliyevanın təşəbbüsü ilə və onun ətrafındakı olan həkimlərin, mütəxəssislərin birgə səyləri nəticəsində həqiqətən addım-addım bu gerilik geridə, yəni bu gerilik bərpa olunmuşdu, belə deyək. Və ümumiyyətlə Zərifə xanımın elmi fəaliyyəti də çox geniş olub və elmə çox böyük töhfələr verib. Xidmətləri həqiqətən hədsiz çox idi. Bəli, bəli. Əvəzsiz xidmətləri var. Təşəkkür edirəm söz verdiyinizə görə. Zərifə xanım haqqında danışmaq həm asandır, həm çox çətindir. Asandır ona görə ki, biz onu oxumuşuq, öyrənmişik, ona görə bilirik. Çətindir ona görə ki, biz onun elədiklərinin az bir hissəsini ortaya gətirib çıxara bilərik. Şəxsən mən özüm Akademik Filatov adına Adresa Göz Xəstəlikləri İnstitutunda aspiranturada olanda o zaman 90 yaşından yuxarı bizim keçmiş həmin institutun direktoru Nadejda Aleksandrovna şəkildə də görünür olan Puçkovskaya akademik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, sosialist əmək qəhrəmanı, yəni karifey bir qadın. Mən öz mövzumun təsdiqində yavaşca soruşdum, böyürdən soruşub ki, bu aspirant hansı dövlətdən gəlib? Azərbaycan deyiləndə o iş keçdi, sonunda məni saxladılar, Nadejda Aleksandrovnanın sözü var, gəldim. İlk kəlməsi oldu. Bura xoşunuza gəlib, çox gözəl, mən öz arzumla buradakı aspirantura girmişəm. Sonra məndən soruşdu ki, siz Zərifə Əliyevanı tanıyırsınızmı bir oftalmolog kimi? Mən də onunla birgə işləmədiyimi, ancaq onun əsərlərini, necə peşə xəstəliklərini, həsr olunmuş əsərlərini, hamısını mən onları bir-bir danışanda İvan Mixaylovич laqayd dedi ki, bu oğlana yaşıl ışığı yandırın. Zərifə xanım artıq 90-cı il idi mən bu şeydən danışanda. Həyatda cismən yox idi, amma onun adına görə də bizlərə bugünkü gündə də hörmət olunur. Və keçən 100 illiyində bir başqa şey də demək istəyirəm. Onun əsərlərini araşdırdım. 200-ə yaxın onun elmi məqalələri var. 160-180 belə deyirlər. Onlardan yalnız peşə xəstəliklərinə çox məşğul olmuşdur. Amma 16 dənə burun göz yaşı kanalına axacaqlarının xəstəliklərinə aid Həkimlər üçün yazılan dərs göz yaşı vəsaitləri. xəstəliklərin də yoxlanılması üçün bugünkü gündə də həm müəllif Sultanovla, həm professor Sultanov, həm müəllif iki sınaq var. Bugünkü gündə də hər yerdə, dünyanın hər yerində ondan istifadə olunur. Çox böyük karifey olub. Çox ondan öyrənməli. Allah ruhunu şad eləsin. Buyurun Rasim doktor, biz sizinlə dəfələrlə verilişdə görüşmüşük. Elmi rəhbəriniz olub. Zərifə xanım Əliyevla mən ilk dəfə 1977-ci 8-ci ildə rast gəlmişəm. O gənc oftalmoloqları axtarırdı və onu məni təqdim etdilər. İndiyə qədər onu da bilmədiyim, onun birinci görüşü yadımdadır. O deməli mənə bir balaca bir imtahan vermişdi, kiçik imtahana suallar vermişdi. Bu suallara mən cavab verdim və o məni öz işinə qəbul elədi. Deməli, biz işləyirdik 4 nömrəli xəstəxanada, orada Həkimlərin Təkmilləşdirmə İnstitutu Göz Kafedrasında yerləşirdi. Və o demişdi ki, burada retina, torlu qışadan Azərbaycanda çox az inkişaf edib və birazdan işləyəndən sonra o mənə bir mövzu təklif eləmişdi, diabetik retinopatiyası. Diabetik retinopatiyası bu şəkərli diabet olan adamlarda olur. Bu çox belə bir ciddi xəstəlikdir və körlü adamların arasında bu ikinci yer tutur. Mən ədəbiyyat hazırladım. O bu ədəbiyyatı diqqətlə oxudu və mənə resenziyanı yazdı. Resenziyanı, bir səhifəlik resenziyası öz əlinə yazılan və orada qol çəkmişdi ki, bu resenziyası vaxtı ilə mən Respublikin Xəstəxanası muzeyinə vermişəm, amma təəssüf ki, onu itirdilər. Amma biz başladıq bu diabetik retinopatiyasını araşdırmağa. Göz dibində olan patologiyasıdır. O vaxt göz dibinin şəklini çəkmirdilər.
Zərifə xanım xahiş eləmişdi ki, Nazimir Qasimoviç Efendiyev, o keçmişdəki Göz İnstitutunun direktoru və o bizə retinafot vermişdi. O retinafot işləmirdi. Təmir eləmişik, mən indi yadımdadır, fotoaparat var idi, Zenit 3M və başladıq göz dibinin şəkilləri çəkməyə. Birinci dəfə Azərbaycanda göz kafedrasını Zərifə xanım rəhbərinin altında biz başlamışıq göz dibinin şəklini çəkməyə. Diabetik retinopatiyası yaxından görmə olanda, mənfi olanda bu retinopatiyası əmələ gəlmir. Yoxsa çox yüngül keçir. Biz başladıq araşdırmaya görə bu yüngül keçir. Məlum oldu ki, miyopiya olanda, yaxından görmə olanda, onlarda şüvaricisin tam qopması olur. Amma əgər hissəvi qopması olanda retinopatiyası tez inkişaf edir. Bu təsəvvür edin ki, bu yuxarıdakı şəkillərdə orada hissəvi şövaricisin qopması olur və ondan sonra başlayır inkişaf eləməyə və diabetik retinopatiyası axır stadiyanı düşür və onlar körlük nəticələnir. Və təsəvvür edin, 1982-ci ildə deməli Zərifə xanım rəhbərinin altında biz məqaləni yazdıq ki, niyə görə burada retinopatiyası mənfi olanda əmələ gəlmir. Görürsünüz ki, biz bu məqalə yazmışıq ki, perspektivi o Rusça yazılıb orada. Gələcəkdə biz demişik ki, əgər vitrektomiyanı inkişaf eləsə, biz bunu diabetik retinopatiyasını dayandıra bilərik. O vaxt vitrektomiyası əməliyyat ancaq gemoftalib olanda edirdilər. Əgər bu barədə heç düşünmürdülər və indi bu problemi həll olunub. Mən demək istəyirəm ki, Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində bu geniş işlər aparılıb, doktor dissertasiyası müdafiə olunub. Təsəvvür edin ki, 1982-ci ildə olan fikirlər indi əksini tapıblar. Zərifə xanım ideyanı irəli sürmüşdü ki, diabetik retinopatiyası əsas bəlkə də orada glial hüceyrələr pozulur. İndiyə qədər biz deyirdik ki, yox, bu damarlı qışa xəstəlikdir. Çünki damarlı qışasının intensivliyi, keçirciyi artır və s. Və onu başladıq onun üstündə işləməyə. 82-ci ildə, 83-cü ildə, 4-cü ildə gör nə qədər biz Zərifə Əliyevin adında diabetik retinopatiyası nə qədər məqalələr çap olunub. Klinik oftalmologiya jurnallarında, bütün jurnallarında o barədə bir məqalələr yazılıb. Bu şəkilləri Zərifə xanım öz leksiyalarda da istifadə edirdi. Bizdə başqa bir aspirant var idi, rəhmətli Nazim Tağiyezadə. Onu Leningrad şəhərinə göndərdilər və orada da o çoxlu slaydılar gətirdi və Zərifə xanım öz leksiyalar aparanda başladı onu istifadə eləməyə. Bizə çox həkimlər gəlirdilər. Bizə həkimlərin təkmilləşdirmə institut göz kafedrası keçmişdə bütün SSR-in şəhərlərindən gəlirdilər. Moskva şəhərindən, Novosibirskdən, Leningraddan gəlirdilər və onlar deyirdilər ki, mən çox yerlərdə olmuşuq, amma Azərbaycanda kimi dərs aparan mən görməmişik və Zərifə xanım leksiyaları onlar rəngli adlandırdılar, rəngli göndərirdilər. Çünki həmişə xəstəlik barədə danışanda şəkil göstərirdi və s. Deməli, həm də 4 nömrəli xəstəxanada çoxlu xəstələr yatardılar. Adətən yaşlı qadınlar yatırdılar orada. Mirvari su kataraktın əməliyyat edirdilər və onu orada o görüş keçirdirdi orada. Bizdə bir qaranlıq otaq var idi. Keçmişdə qaranlıq otağında biz oftalmoskopiyanı eləyirdik və s. və onun bu necə o baxış eləyirdi, necə xəstələrlə rəftar eləyirdi, bunu görmək lazım idi. Onlar çox belə mehriban xəstələrlə yaxınlaşırdı, bəzi özündən öpərdilər. Çünki o nəinki alim, görkəmli oftalmoloq, həmçinin də o Azərbaycanın birinci xanımı idi. Onlar öz dərdləri ilə ondan paylaşardılar, bəzilər məktub verirdilər xahişi ilə, o hamısını belə bir yaxşı qəbul eləyirdi, onu görmək lazım idi. Zərifə xanım deyirdi ki, həkim xəstənin ən doğma adamıdır. Bəli. Həkim xəstənin ən doğma adamıdır. Həqiqətən çox mülayim, çox belə ürək yumuşaq bir xanım idi. Hər həkim kimi, həm də qadın kimi. Bir dəfə biz xəbər eşitdik ki, Zərifə xanım bizi görmək istəyir. Məni və o keçmiş aspirant var idi bunda, rəhmətli Nazim Tağiyezadə və professor Sultanla bir yerdə zavod kondisioneri. Biz ora gəldik, bizim dissertasiyanın qaralama variantı ilə. O vaxt onun qızı Sevil də gəlmişdi ora və o diqqətlə bizim dissertasiyaya baxdı, işgüzar bir məsləhətlər verdi və ondan sonra görüşmədik. Onun vəsiyyəti olmuşdu və onun vəsiyyəti o istəyirdi ki, biz bu dissertasiyamı
Moskva şəhərində Gilgolts adına gözünüzdə bir müdafiə eləyək. Bu xəbər bizə Moskvada işləyən o vaxt Heydər Əliyeviç tərəfindən çatdırıldı. Rəhmətli Nazim Tagizadə ilə bir yerdə Moskvaya getdik. Orada müvəffəqiyyətlə bu dissertasiyasını müdafiə eləmişik. Azərbaycan SSR əməkdar elm xadimi idi. Eyni ilə də Azərbaycan oftalmologiyasını, bu elmi bütün dünyada tanıdan görkəmli alimdən danışırıq. Qürur hissi keçirirəm ki, oftalmoloq həkimlər, cərrah oftalmoloq, illərin peşəkar həkimləri, elə Nərminə xanım özü də bütün xoş təəssüratları bizimlə paylaşırsınız. Minnətdaram. Bugün də tarixə yazılır və çox gözəl şəkildə də xatırlanacaq. Azərbaycan təbabətində, xüsusilə də oftalmologiya sahəsində öz dəsti xətti olan novator alim haqqında danışırıq. Yəni bu, deyərdim ki, hər kəsə nəsib olmaz. Nə xoş təsadüf ki, bugün onun doğum gününə həsr olundu efirimiz. Təkcə keçən il əlavə eləmək istəyirəm ki, təkcə keçən il Zərifə xanımın adını daşıyan Milli Oftalmologiya Mərkəzində peşə xəstəlikləri üzrə 3 elmlər namizədi dissertasiya işi, yəni indi tübb üzrə fəlsəfə doktor deyirlər, 3 dissertasiya müvəffəqiyyətlə keçmişdir orada. O yolu, o məktəbi biz üçün bugün inkişaf etdirən bizim indiki institutumuzun oftalmologiya mərkəzinin direktoru, akademiya müxbir üzvü, hörmətli professorumuz Elnar Qasımovun çox böyük əməyi var. Hal-hazırda da o işlər, onun işi davam edilir. Zərifə xanımın işi peşə yönlü xəstəliklərin müalicəsində, göz xəstəliklərin müalicəsində davam etdirilir. Buyurun. Deməli, düz deyirsiniz, burada ona 3 nəfər aspirant olmuşdu. Deməli, Talışskaya Svetlana Anatoliyevna, rəhmətli Nazim Tagizadə və Mirzəyev Tahir. Mirzəyev Tahir, o da müdafiə elədi onun rəhbərinin altında və indi o Amerika Birləşmiş Ştatlarında orada həkim işləyir, fəaliyyət göstərir. Deməli, onun şagirdləri görürsünüz, bütün dünyada yayılıb, onun ideyalar, onun şeylər işləyir. Zərifə Əliyeva da Milli Oftalmologiya Mərkəzində bizdə həmin bu Vitazim müəllim deyən kimi orada çox belə bir faydalı işlər aparılır və onların ideyaların davam aparılır. Mən bir də qeyd eləmək istəyirəm ki, burada yəqin bilirsiniz də 90-cı ildə, deməli, burada necə çətin illər idi. Zərifə xanım rəhməti gedəndən sonrasına vəziyyət dəyişildi və mən istəyirdim ki, onun işimi davam elətdirəm. Bu çox çətin idi. Mən getdim Temirlan Azizoviç, deməli, onun qardaşı yanına məni göndərdilər Moskva şəhərində Gilgolts adına gözünüzdə. Mən orada elmi şurada çıxış elədim. Kasnelson mənim konsultantım olub və orada mən doktor dissertasiyasını bir müdafiə elədim. Deməli, onun ideyaları onu davam elətdirdim və ondan sonra kitabları buraxmışıq. Diabetik retinopatiyası barədə bu birinci kitab, bu ikinci kitab və mən istəyirəm ki, onu sizə bir təqdim edəyəm. Təşəkkür edirəm. Bu da Azərbaycan oftalmologiya üzrə tarixi. Onu da mən yazmışam. Amma müəllif imzası istəyərəm. Yazaram sizə. Mütləq. Bu da sizə kitab mədhiyə verirəm. Təşəkkür edirəm. Deməli, 1988-ci ildə Erlangen şəhərində bir kitabı çıxmışdı, Kalabomu Okuli. O vaxt, 80-ci ildə mən Dresden'dan onu kserokopiyanı aldım və onu tərcümə elədilər, o kitabı. Və bütün Azərbaycan korifeylər, oftalmologiyada, həmçinin də əsas Zərifə xanım haqqında bu kitabda burada yazılıb, geniş yazılıb. Anar bəy, sizin ifanızdan sonra çox duyğulandıq, sözün əsl mənasında. Allah həyatda yaşayan bütün analara can sağlığı versin. Bu həyatdan köçənlərin də ruhu şad olsun. Bugün Ulu Öndərimizin silahdaşı, gözəl insan, gözəl ana, gözəl həkim, nəvazişli bir insan, xalqını, millətini çox sevən bir şəxsiyyət haqqında danışırıq və o verilişə məni də dəvət etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Bilirik ki, bundan əvvəl ifa etdiyim ana mahnısı məhz Zərifə xanımın şəxsiyyətinə, onun simasında Azərbaycan anasına həsr olunmuş gözəl bir əsərdir. Sözləri Fikrət Qocanın, musiqisi isə onun özünün
qızı Sevil xanım Əliyevanın musiqisidir. Mən çox sevinclə və bir qürur hissi ilə bu mahnını öz repertuarıma daxil etmişəm və illər əvvəl ifa etmişəm və mən çox qürurlanıram ki, bu ifamla dövlət tədbirlərinin birində ulu öndərimiz efirdən tamaşa edərkən çox duyğulanıbmış, canlı orkestrlə ifa olunmuşdu. Və mənim yadımdadır ki, onun sağlığında o xalq mahnılarına çox önəm verirdi və öz sevgisini elə musiqi ilə biruzə verirdi Zərifə xanıma. Çünki bu ailədə musiqi önəmli yerlərdən birini tuturdu. Musiqiyə olan xüsusi münasibət həmişə bu ailənin bütün tədbirlərində ön sıralardaydı və bütün tədbirlərdən sonra keçirdilər. Zərifə xanım bizi Allah rəhmət eləsin keçirdi piano arxasına və ulu öndərimiz də ifa edirdi, bir-birini müşahidə edərək gözəl bir səhnə canlanırdı göz önümüzə. Allah hər ikisinə rəhmət eləsin. Bu insanların adı qoşa çəkilməlidir, qoşa çəkilir. Hər zaman ürəyimizdə, qəlbimizdə yerləri var. Mən istərdim ki, elə xalq mahnısı demişkən bir küçələrə süsətmişəm ifa edim. Çünki bu bilirik ki, Ulu Öndərin ən çox sevdiyi xalq mahnısıydı və elə Zərifə xanım üçün oxuyurdu bunu həmişə. Bilirik bunu. Teşekkür ederim. Buyurun. Küçelere su sepmişem, küçelere su sepmişem. Yar gelende toz olmasın, yar gelende toz olmasın. Ele gelsin, ele geçsin, ele gelsin, ele geçsin. Aramızda söz olmasın, aramızda söz olmasın. Simavara od salmışam, simavara od salmışam. İstekana qənd salmışam, İstekana qənd salmışam. Yar mı gelip tek kalmışam, yar mı gelip tek kalmışam. Nezizdir yarın canı, ne şirindir yarın canı. Küçelere su sepmişem, küçelere su sepmişem. Yar gelende toz olmasın, yar gelende toz olmasın. Küçelere su sepmişem. Yar gelende toz olmasın, yar gelende toz